Şəhərdə olduğunuz yerə ən yaxın özəl parkinqlər tapmaq istəyirsinizsə, bu tətbiq sizin işinizi çox asanlaşdıracaq. Bunun üçün nə edirik? Daxil oluruq Paride əlavəsinə. Hal-hazırda 28 May metro stansiyası ətrafındayam və mənə ən yaxın özəl parkinq olaraq Selenium Residency tövsiyə eləyir. Daxil oluram, tariflərlə tanış oluram buradan. İstiqamət al düyməsini sıxıb məkanı birbaşa Waze-ə göndərirəm. Və təqribən 10 dəqiqəlik məsafədə mənə parkinq tövsiyə etdi. Gəlin həmin yerə birlikdə gedək. Hal-hazırda gəldim Selenium Residency-nin ərazisinə və burada Parade'ın şlaqbaumunu görürsünüz. Avtomatik olaraq kamera avtomobilin nömrəsini tanıdı və mən qapalı parkinq ərazisinə daxil oldum. Tam mühafizə olunur bu ərazi. Parkinq ərazisinə daxil olan kimi avtomatik olaraq sessiya yaradılır və ödənişin hesablanması buradan başlayır. Siz profil bölmənizdən avtomobilinizin anında tanınması üçün avtomobillərim hissəsindən öz avtomobil nömrənizi buraya əlavə etməlisiniz və Parade'ın keçərli olduğu parkinqlərdə kamera sistemi avtomatik olaraq nömrəyə uyğun sizin avtomobili tanıyır və parkinq ərazisinə buraxır. Çıxış necə olur, onu da tam olaraq sizə göstərim. Daxil olursunuz ödəniş bölməsinə. Gördüyünüz kimi burada bizim aktiv sessiyamız var. Seçirik və sadəcə ödə düyməsinə klik edirik. Avtomatik olaraq saxlanılmış kartdan ödənişimiz həyata keçir və bizə lazım olan sadəcə şlaqbauna yaxınlaşmaqdır və şlaqbaun açıldı, biz ərazini tərk edirik. Bu qədər sadə. Paride tətbiqini həm App Store, həm Play Store-dan smartfona quraşdırıb, rahatlıqla sadə qeydiyyat prosesini tamamlamaqla smartfonunuzda istifadə edə bilərsiniz.